Hey, long time no see. İnansız heç cür yəni həqiqətən halım yoxdur video çəkməyə. Yəni onu bir daha da editləmək var, onu da paylaşmaq var falan filan. Amma yenə də maraqlıdır çəkmək. Ona görə bugün istədim ki, sizin də ağlınızda olan, yəni nə bilim də fikirləşmiş olarsınız, çünki mən fikirləşmişdim ya o boyda necə o Koreyaya gəldim, necə yaşayacağam deyə fikirləşmişdim. Bəzi suallar vardı ağlımda. Amma bura gələndən sonra biraz araşdırmalar falan eləyəndən sonra gördüm yaşamaq olurmuş. Biraz. Okay. Koreyada əgər gəlirsinizsə və ya gəlmə planınız varsa, təbii ki, uzun müddətdir nəzərdə tuturam, oxumağa və ya da yaşamağa, işləməyə falan filan, işte hansından bir gəlirsinizsə, mütləq almalı olacağınız, istifadə edəcəyiniz və həyatınızı qurtaracaq, amma bəzi şeylər var ki, ala bilməyəcəksiniz də, amma yəni də tapa bilsəz, şükür edə biləcəyiniz. Neçə? 1, 2, anyway, də nəsə də belə bir şeylər göstərəcəm. Okay. First productımız nə ola bilər sizcə Koreyada? Pendir. Pendir. İndi gələndə istifadə edəcəksiniz də Coupang adlı bir proqram var. Koreylərin istifadə etdiyi Trendyolun daha belə inkişaf edilmiş versiyasıdır. Orada yazırsınız Apetina, nə yazıb üstünə? Apetina yazıb da. Nəsə Apetina pendir yazırsınız və ya da white cheese yazırsınız. Qarşınıza çıxan kimi alırsınız. Həqiqətən, yəni səhər yeməyində şirin çaydır, çörəkdir, pendir yemək, yağ da zaten tapa bilərsiniz. Yemək istəyirsinizsə almalısınız. Mən yəni 1 il 6 ay keçəndən sonra bu pendiri kəşf etmişəm, düzü görmüşdüm, amma almamışdım. Çünki bilmirəm niyə almamışdım, pulum yox idi yəqin. Şimdi də pulum yoxdur əslində. Çünki yəni əslində bahadır, nəyə görə? Bir dənəsi 7 manatdır. Ala bilərsən bir dənəsini. Amma ki icazə yoxdur bir dənəsini almağa da. Burada gərək ekstra da əlavə eləyəsən ki pendirə deyə ala biləsən. Mən də bunun əvəzinə nəsə almaqdansa 3 dənə pendir almağı yəni tercih edirəm də. O da gəlib çıxır 20 manata. 22 manata falan gəlib çıxır. 3 dənə pendirdir. Yeysən bir həftə səni görər də, yəni ki əgər az yeysən bəlkə də çox görər, amma bilmirəm mən hər gün yediyimə görə tez qalır. İkinci. Lazer. Arkadaş, həqiqətən Koreyada lazer çox bahadır. Abi çox bahadır. Yəni mən araşdırmışdım, adi qaldığım yerdə qiymətlərə falan baxmaq istədim də. Bizim bu qaldığımız tərəflərdə 5 manata edilən lazer həqiqətən dəhşət bahadır. Ona görə Koreyada bu problemi həll eləmək üçün əgər uzun müddətli qalırsınızsa, nə almalısınız? Almalısınız lazer aparatı. Arkadaş, çox bu mənim bəbəyimdir. Yəni Koreyada bunsuz mən yaşaya bilmərəm. Düzü bahadır bizim pulundan 400 manat almışam. 400 manat almışam. Amma ki, yəni bir dəfəlik almadım da. Yəni stipendiya aldığıma görə 2 ayın pulunu yığıb aldım. Ya da siz də gəlsə stipendiya alsaz və yaxud da ki, işte öz pulunuzu almaq istəsəz, əgər maaşınız yüksəkdirsə, ala bilərsiniz bir dəfəliyinə və yaxud da ki, yarı-yarı pulu bölüb, nə bilim, işte 4 aya da yığıb ala bilərsiniz əgər təcil deyilsə. Amma yəni təxminən mən nə vaxt almışdım? Koreyada neçə ay qalandan sonra gördüm yaşamaq mümkün deyil. Mən neynədim? Biraz araşdırma eləyəndən sonra aldım. Təxminən 2 ilə yaxın istifadə edirəm və bəbəyimdir mən. Buna baxın. Yəni bununla full body eləyirsiniz. Amma həqiqətən çox yaxşıdır. Biraz mənfi cəhətləri var. Yəni general bizim getdiyimiz lazerlərdən biraz fərqlidir. Amma ki, yenə də idarə edər. Yəni bayağı idarə edər. Necə istifadə etmək lazımdır deyə soruşsanız, alandan sonra düzü ingiliscə yazılmışdı. İngiliscə mi yazılmışdı, yoxsa Koreycə mi? Nəsə yadımda da ingiliscə idi deyəsən. Onun hamısını yəni bir-bir oxudum ki, düzgün istifadə edeyim. Nətər istifadə elədim? Demək, 2 dənə aparatı var da, bir balacadır. Reklam deyil ha bu arada, yəni o qədər inkişaf eləməmişim ki, reklam edeyim. Belə böyük aparatlar, biri böyükdür, bir balacadır. Nəsə bir həftədə düzənli şəklində, işte bir dəfə eləməlisən 12 həftə ərzində, yəni 3 ay ərzində. Həftədə bir dəfə istifadə eləməlisən ki, tüklər azalsın.
Amma həqiqətən çox yaxşıdır. Yəni kim məndən lazer sorsa bunu tövsiyə edirəm. Çünki özüm də bəyənirəm, yəni ki. Nətər istifadə edirəm deyə, bəlkə maraqlı gələr deyə, yəni çəkmək istəyirəm. Bəlkə, yəni deyirəm ha. Yəni maraqlı gəlməsə, zaten skip eləyəcəksiniz. Hə, bir dəqiqə. Oy. Yandırdıq. Ah, bəbəyim, bunu çox sevirəm həqiqətən. Məsələn, işte belə edirsiniz. Davamlı şəkildə. Və tüklər azalır. Full body. Hə, çox yəni. Nəysə. Mütləq gəlsəz, uzun müddətli qalsaz və lazer ehtiyacınız olsa, əgər ki, bilmirəm, təbii ki də professional lazerə getməyə pulunuz olmasa, çünki mənim pulum yoxdur, belə lazeri ala bilərsiniz, neçə il siz görəcək. Bir də iş başlananda biraz pulunuz çıxa bilər, amma ondan sonra işte düzənli şəkildə istifadə edirsiniz və çox, yəni qəşəng olur. Evet, gəldik axırıncı ola bilər də yəqin ki. Axırıncı olaraq Koreyada həqiqətən əgər ki qaldığınız yerdə Rus market tapsaz, həyat qurtarır, yəni hissdən deyirəm. Yəni bunu göstərəcəm sizə. Ona görə Rus marketə gedəndə yəni, oranın videosunu çəkəcəm sizin üçün. Okay, let's go. Gedək sizə dediyim Rus magazini göstərim. Amma orada çox adam var. Utanırım video çəkməyə. Abi, bu həqiqətən insecure-ümü artıq overcome eləmədiyəm də. Hər şeyi overcome elədim. Overcome neydi bizim dildə? Üstəsindən gəldim, bir dənə bu çöldə video çəkmək məni çox utandırır. Bu arada Koreyada GS-lər də var. Amma GS-lər heç sevmirəm. Çünki yeyə bir şey yoxdur çünki. Neysə, belə. Şükür adam yoxdur. Neysə, başlaya bilərəm video çəkməyə. Əsas olaraq sizə nə maraqlı. Məsəl üçün, baxın, belə cüzbərələr falan var. Halal olanlar da var, təbii ki, donuz ətinə olanlar da var. Sonra belə halal olduğu, bəziləri amma donuz ətidir. Amma əsas çörək əsaslarından bir də yəni. Çörəyimiz mənə bir dənə lazımdır şəxsən. Sonra düzü piraşki falan da var idi, amma yoxdur. Bu arada bu qəşənglədir, bilmirəm. Neysə, dedim. Biraz bu tərəflərə gəldim. Özüm mənəsə bir qərib baxmışdım. Baxmadı da, doğrusu mən özüm pislədim. Evet. Bizim işte marketlerde olanlar var. Ondan sonra çay, şirniyyatlar, sasiskalar var. Halal sasiskalar çoxdur. Amma ki, halal sasika ilə donuz əti olan sasikanın qiymətinin arasında dünyalar qədər fərq var, inansız. Halal olanlar hansılar idi? Məsələn, bunlar halaldır. Qiymətə məncə səhv qoyublar. Bu, məsəl üçün, deyək ki, 13 manatdırsa, halal olmayan təxminən arasında o birisi halal olmayan 8 manatda da olacaq. Evet, çünki üstünə lab olanlar bilir ki, şeydir, halal olanlardır. Ondan sonra belə səhərlik şeylər var. Mən buradan almıram sözün düzü, kupon dediyim ki, kupondan alırım. Çünki ayran qoyublar, heç ayran tamı vermir, inanırsınız, içmişəm bir də. Elə bir şey yoğurtdan, şirin yoğurtdan süt bir-birinə qatırıblar. Bundan mesela belə bir şey var, dönər eləyirəm bundan. İkra falan, turşular. Semşka da var bu arada. Və Koreyalılarda şey yoxdur, onun adı Lays. Lays da var, amma burada Lays bahadır. Qiymətini göstərmək istəyirdim. Narın biri, Allahım, 6 manatdır. Ondan sonra daha ən bahalı şeylər, işte pomidorun qiymətinin biri neçədir? 5 manatdır.
4 manat falan da 5 manat deyək götürəniz. Çeyrək 9 manatdır. Oy. Çeyrək 9 manatdır. Bunlar bir şey dadır. Söylər. Kivi, limonun biri 1 manat. Apelsin biri 1 manatdır. Bir də belə hazır məhsullar var. Düzü mən bəyənmirəm elə də. Bir şey. Qəşəng dadılır dərkən də, yəni siz bir hazır məhsullardır deyə çox da belə o deyil yəni. Sonra tarxun var burada. Bir də nar, limon. Limon neydi daha çaşdım? Nar suyu, sokudur falan. Bizdəkilər bunlar məsələn alıram mən həmişə nar. Çünki turş, ürəyimizə turş bir şey istəyir. Tarxun falan da var. Bir də bizim ölkədəki, yəni Rusiyada olan məhsullardır da, yəni bunlar. Çox gözəllər. Həyat qurtarıyor. Təbii ki, içəcəklərdə əsik olmur. Ayda utana biter videonu çekmeye. Hakikaten istemiyorum. Şurada video çekmeye çok utanıram. Neyse, adını onlar görmemiş. Videonu bitirmeliyim. Videoya baktığınız için çok sağ olun. Şimdi necə də bir official sağ olun. Növbəti videoda görüşərik. Bye bye.